Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm, göstərim. Bu da çox asan toxunan bir naxışdır. 3 ilməklərdən yığırıq ilməkləri. 2 də kənar ilməyi yığırıq. Rezinkanı da kim necə istəyir hələ toxuya bilər. Mən bu formada toxumuşam ətəyin. Kim istəsə tərs düz də toxuya bilər. Sapımdakı 100 qramlıq 350 metrəlik bir sapdır. İndi bundan da ki, nə jilet, ceket, sivitrə, papağa, uşaq ədyalına, nə istəsəz toxuya bilərsiniz. Bunun üçün indi mən belə bir sapımı götürürəm. Qısa formada yığacağım bunu. 3 yığacağım, 15 ilmək, 2 də kənar ilmək, 17 ilmək yığacağım milimin üstünə. Dört, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 ilmək naxış üçün, 2 ilmək də kənar ilmək üçün. 2. İndi buradan düyün atıram bir dənə. Belə. Rezinka toxuyan deyiləm. 2 sıra tərs toxuyuram hər iki üzdən. Birinci ilməni də toxuyuram. Birinci sıra olduğuna görə qalan ilməkləri də hamısını tərs toxuyuram. Axıra qədər hamısını tərs toxudum. Kənarı da tərs toxuyuram. Tərs üzdən də hamısını tərs toxuyuram. Bütün ilməkləri. Kənarı götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi düz üzdən birinci ilməyi götürürəm. Buradan bu 3 ilməyi formada içindən bir ilmək çıxardıb birini artırıram, yenə bir ilmək çıxardıram. 3 ilməkdən 3 ilmək çıxardıram. Yenə də 3-dən 3 çıxardıram. 3 ilməkdən birini çıxardıram, birini artırıram, yenə birini çıxardıram. Bütün ilməkləri bu formada toxuyuram, düz üzdən. Axırıncı 3 ilməyi də götürürəm yenə. 3-dən 3 çıxardıram. Kənar ilməyi də yenə tərs toxuyuram. Formada. İndi tərs üzdən bütün ilməkləri hamısını tərs toxuyuram.
Axırıncı kənarı da yenə tərs toxudum. Formada. İndi bura düz üzdən bütün ilməkləri hamısını tərs toxuyuram. Düz üzdən ilməklər düzdür hamısı. Ancaq hamısını tərs toxuyuruq. Tərs üzdən də bir sıra tərs toxuyuram hamısını. Formada belə bir naxışa alınır. İndi düz üzdən yenə hamısını buradan götürürük. Hamısını 3-3 götürürük formada. 3'dən 3 çıxardırıq. Birini artırdım. 3'dən 3 çıxardım. Bir sırada toxuyuram. Naxış qoy özün göstərsin ona görə. 3'dən 3. Yəni axırıncı 3 ilməni götürürəm. Birini çıxarıb, birini artırıram, yenə birini. İlmək yenə çıxardıram. Buradan tərs toxuyuram kənarı. Formada indi tərs üzdən yenə hamısını tərs toxuyuram. Kənarda yenə tərs toxuyuram. Formada belə bir naxışa alınır. İndi buradan yenə eyni şeyi təkrarlayırıq. Bir sıra tərs düz üzdən, bir sıra da tərs üzdən, arxa üzdən. Yenə də burada 3'dən 3 çıxardırıq. Belə bir naxışa alınır. Əgər bəyəndinizsə, abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Sağ olun, gələn videomda görüşənə qədər.